Yola saldığımız həftənin ən mühüm xəbərlərindən biri də Bakı-Tbilisi qatarının açılışı oldu. Qatarın fəaliyyətə başlanması ilə əlaqədar bir sıra xəbərlər artıq kanalda var. Lakin bu həftəlik xəbər buraxılışında da bütün bu xəbərləri birləşdirərək bir daha xatırladım ki, uzun fasilədən sonra Azərbaycan və Gürcüstan arasında dəmir yolu əlaqəsi yenidən bərpa olunur və Nazirlər Kabinetinin yeni qərarına əsasən 2026-cı il mayın 25-i gecə saat 12-dən etibarən Azərbaycan və Gürcüstan arasında dəmir yolu sərnişin daşımasına yenidən icazə veriləcəkdir. Bu qərarla birlikdə artıq Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarları fəaliyyətə başlayacaqdır və qərara əsasən bu qatardan yalnız Azərbaycan və Gürcüstan vətəndaşları deyil, eyni zamanda Azərbaycana vizasız giriş hüququ olan digər ölkələrin vətəndaşları da istifadə edə biləcəklər. Yəni, Rusiya və digər ölkələrin vətəndaşları üçün də bu marşrut açıq olacaqdır. Səfərlər isə müasir İsveçrə istehsalı olan Stadler qatarları ilə həyata keçiriləcəkdir və Azərbaycan dəmir yollarının məlumatına görə yeni vaqonlar əvvəlki heyətlə müqayisədə daha komfortlu və müasir imkanlarla təchiz olunubdur. Kupelərdə kart sistemi ilə giriş, fərdi işıq və temperatur tənzimləməsi, həmçinin yüksək səs izolyasiyası, seyf, internet xidməti və TV monitorlar mövcuddur. Bundan əlavə sərnişinlərə yataq dəsti, multimedia xidməti, duş kabinesi və digər rahatlıqlar da təqdim olunacaqdır. Qiymətlərə gəlincə isə artıq rəsmi tariflər də açıqlanıbdır. Belə ki, Bakı-Tbilisi istiqaməti üzrə biletlər 81 manatdan başlayacaqdır. Yevlax-Tbilisi marşrutu üzrə isə qiymət 67 manat, Gəncə-Tbilisi üzrə 62 manat, Akstafa-Tbilisi üzrə isə 57 manat olacaqdır. Böyük kəsikdən Qardaban istiqamətində isə qiymət 51 manat təşkil edəcəkdir. Səfər müddəti təxminən 9 saat 30 dəqiqə olacaqdır. Qatar Bakıdan hər gün saat 23:10-da yola düşəcəkdir və növbəti gün səhər saat 8:41-də Tbilisiyə çatacaqdır. Əks istiqamətdə isə qatarlar Tbilisidən 21:00-da çıxacaqdır və 6:24-də Bakıya gələcəkdir. Sərhəd və gömrük yoxlamaları birbaşa qatarda həyata keçiriləcəkdir və Azərbaycan tərəfindən nəzarət Böyük Kəsik stansiyasında, Gürcüstan tərəfində isə Qardaban stansiyasında aparılacaq və hər iki məntəqədə təxminən 1 saatlıq dayanacaq nəzərdə tutulub. Və ən vacib məqamlardan biri də budur ki, Gürcüstana səfər edən Azərbaycan vətəndaşları üçün artıq səfər sığortası məcburidir. Yeni qaydalara əsasən Gürcüstana gedən şəxslər mütləq şəkildə səfər sığortası əldə etməlidirlər. Ekspertlərin sözlərinə görə bir həftəlik səfər üçün sığorta qiyməti təxminən 12 manat təşkil edir və minimum təminat məbləği 30.000 lari olmalıdır. Bu sığorta xəstəlik, bədbəxt hadisə, travma, əməliyyat xərcləri, dərmanların və digər tibbi xidmətləri qarşılayır, həmçinin yüksək bagajın itməsi halları da təminata daxildir. Sığortanı əldə etmək üçün əsas tələb olunan sənəd isə ümumi vətəndaş pasportudur. Bir sözlə, uzun fasilədən sonra Bakı-Tbilisi dəmir yolu əlaqəsinin yenidən açılması həm turistlər, həm də elə tez-tez səfər edən şəxslər üçün mühüm yenilik hesab olunur və görünür ki, yay mövsümündə bu marşrutda maraq kifayət qədər yüksək olacaqdır.